Bəlkə də ətrafınızda ateist dostlarınıza, əgər Tanrı yoxdursa, onda yaşamağın nə mənası var? Həyatın mənası nədir kimi suallar verərkən, onlardan, biz mənanı özümüz yaradırıq. Bir Tanrının olmaması həyatı mənasızlaşdırmır cavabını eşitmisiniz. Bəs onlar həqiqətən haqlıdırlar. İnsanlıq tarixi boyu mən kiməm, hardan gəlmişəm və niyə buradayam sualları fəlsəfənin mərkəzində dayanmışdı. Lakin 19-cu əsrin sonu və 20-ci əsrin ortalarında Avropada baş verən sarsıntılar, İki Dünya müharibəsi, nasist ölüm düşərgələri və Hiroşimaya atılan atom bombası, insan şuurunda dərin bir egzistensial moment, varlıq anı yaratdı. Bu tarixi şəraitdə doğulan egzistensializm, varlıq fəlsəfəsi, insanı mənası olmayan, laqeyd bir kainata atılmış bir varlıq kimi təsvir etməyə başladı. Bu fəlsəfə ənənəvi dinlərin və metafizikanın təqdim etdiyi hazır cavabları rədd edərək, insanın öz mənasını yalnız özünün yarada biləcəyini iddia edirdi. Egzistensializmin tarixi və əsas proponentləri. Egzistensializm vahid bir sistem deyil, daha çox müəyyən ortaq mövzulardan çıxış edən intellektual bir üsyandır. Onun kökləri 19-cu əsrdə Søren Kierkegaard və Nietzsche'yə qədər uzanır. Søren Kierkegaard egzistensializmin atası sayılır. Kierkegaard Hegelin mücərrəd sisteminə qarşı çıxaraq fərdi varlığın subyektivliyini müdafiə edirdi. Onun üçün subyektivlik həqiqətdir. Kierkegaard inanırdı ki, insan Tanrı qarşısında təkdir və iman məntiqi bir nəticə deyil, absurda doğru atılan bir sıçrayışdır. Lakin Buti qeyd edir ki, Kierkegaard'un bu fəlsəfəsi onun şəxsi həyatındakı sarsıntılardan, atasının anasına xəyanəti və ailəsindəki ardıcıl ölümlərdən qaynaqlanan bir anxiety, qayğı, qorxu məhsuludur. Nietzsche isə Tanrı öldü elan edərək bütün ənənəvi əxlaqın çöktüyünü bildirdi. O, insanın bu boşluğu doldurmaq üçün fövqəlinsan, übermensch səviyyəsinə yüksəlməli olduğunu, öz dəyərlərini özü yaratmalı olduğunu müdafiə edirdi. Jean-Paul Sartre egzistensializmi 20-ci əsrdə populyarlaşdıran və onu sistemləşdirən şəxsdir. Sartre'a görə varlıq mahiyyətdən öncə gəlir. Existence precedes essence. O, insanı əvvəlcədən təyin olunmuş, heç bir təbiəti olmayan, dünyaya atılan və yalnız öz seçimləri ilə özünü inşa edən bir varlıq kimi görürdü. Sartre'ın məşhur ifadəsi ilə desək, insan azadlığa məhkumdur. Çünki o, özünü yaratmadığı halda, etdiyi hər şeyə görə məsuliyyət daşıyır. İnsanı Dasein, burada varlıq adlandıran Heidegger, insanın dünyaya atılmışlığını və ölümlə olan qaçılmaz münasibətini təhlil edirdi. Müasir İslam düşüncəsinin simalarından biri olan Ramazan Əl-Buti, özünün əsərlərində egzistensializmi ciddi məntiqi süzgəcdən keçirmişdi. Buti, egzistensializmi yalnız fəlsəfi bir cərəyan deyil, həm də İslamın fundamental prinsiplərinə qarşı duran bir teoloji təhdid kimi görür. Varlıq mahiyyətdən öncə gəlir tezisinin tənqidinə gəldikdə, Sartre iddia edir ki, insan əvvəlcə var olur, sonra özünü müəyyən edir, mahiyyətini yaradır. Buti buna kəskin etiraz edərək bildirir ki, mahiyyətin varlıqdan ayrılması məntiqi bir xətadır. Əgər insanın doğulanda heç bir mahiyyəti yoxdursa, o zaman o heçlikdir. Lakin biz bilirik ki, hər bir insan doğulanda müəyyən genetik koda, fitrətə və unikallığa sahibdir. Buti sual verir ki, əgər mahiyyət yalnız 5-6 yaşından sonra özünü dərk başlayanda yaranırsa, o zamana qədər olan varlıq nədir? Butiyə görə varlığın zamana və məkana məhdudlaşması onun bir şəxsiyyət, identity daşımasını tələb edir. Mahiyyətsiz varlıq qeyri-mümkündür. Egzistensialistlərin insanın tamamilə azad olduğunu və öz mahiyyətini özü yaratdığını iddia etməyə sövq edib. Buti buna qarşı çıxaraq bildirir ki, bu yanaşma insanı bir növ Tanrı yerinə qoyur. Sartre'ın dediyi, insan özünü nə edirsə odur fikri, insanın yaradandan aslı olmadığını iddia edən ateistik bir bünövrəyə söykənir. Buti qeyd edir ki, əgər hər bir fərdin mütləq və məhdudiyyətsiz azadlığı varsa, bu cəmiyyətdə xaos, destruksiya və mənəvi tənəzzülə səbəb olar. Məsələn, əgər mən kimisə öldürməyi öz azad seçimim kimi qəbul etsəm, bu mütləq azadlıq, digərinin yaşamaq hüququnu məhv edər.
Ekzistensialistlər hesab edirlər ki, yalnız insan var olur. Çünki yalnız o, öz mahiyyətini dəyişmə potensialına malikdir. Heyvanlar və əşyalar isə sadəcə buradadılar. Buti bu fərqləndirməni də rədd edir. O bildirir ki, varlıq anlayışı zaman və məkan daxilində olan hər şeyə şamil edilir. Aslan və ya pələng də zaman və məkan daxilində mövcuddur. İnsanı yeganə varlıq hesab etmək əslində həddindən artıq humanizm və insan suverenliyi iddiasıdır ki, bu da kainatdakı ilahi nizamı inkar etməkdir. Anxiety, qorxu və sonluluq məsələsinə gəldikdə, ekzistensialistlər insanın sonlu, ölümlü olmasını, onun daimi bir narahatlıq və qorxu içində yaşaması üçün əsas görürlər. Buti isə qeyd edir ki, ağıllı insan öz limitlərini və ölümlü olduğunu dərk etdikdə, bu onu ümidsizliyə deyil, yaradanı axtarmağa sövq etməlidir. İnsanın sonlu olması onun bir qaynaqdan gəldiyinə dəlildir. Bu fərq Butinin teoloji metodologiyası ilə Kierkegaardın emosional sarsıntılara dayanan fəlsəfəsi arasındakı ən böyük uçurumdur. İslam fəlsəfəsi, ekzistensializmin irəli sürdüyü bir çox anlayışları fərqli və daha bütöv bir perspektivdən ələ alır. Ekzistensializm insanın dünyaya məqsədsiz bir şəkildə atıldığını iddia edir. İslam isə insanın Allah tərəfindən müəyyən bir məqsədlə yaradıldığını bildirir. Quranda buyurulduğu kimi, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Bu mətn bizə varlığın İslami perspektivdən baxanda mənasız deyil, son dərəcə planlı və hikmətli olduğunu göstərir. Sartre insanın əvvəlcə heç nə olduğunu deyir. İslam isə insanın fitrət, təmiz ilahi təbiət üzərində yaradıldığını müdafiə edir. İnsan dünyaya boş bir vərəq kimi deyil, Allahı tanımaq və xeyrə meyl etmək potensialı ilə gəlir. Digər bir məsələ, həqiqətin obyektivliyi və subyektivliyidir. Ekzistensialistlər üçün həqiqət subyektivdir və fərdin emosional vəziyyətinə görə dəyişir deyirlər. Lakin İslam düşüncəsində həqiqət obyektivdir. Allah tərəfindən şəriət və vəhiy vasitəsilə bəşəriyyətə bildirilmişdir. Buti qeyd edir ki, əgər həqiqət subyektivdirsə, o zaman heç bir ortaq əxlaqi dəyərdən və hüquq sistemindən danışmaq mümkün deyil. Sartre'ın kağız bıçağı analoji nümunəsi. Sartre tanrını bir sənətkar, insanı isə onun istehsal etdiyi bir əşya, məsələn kağız bıçağı kimi təsvir edərək bu münasibəti tənqid edir. İslam alimləri isə bildirirlər ki, sənətkar mövcud materialdan bir şey ixtira edir. Allah isə həm materialı, həm də ideyanı yoxdan yaradandır. İnsan yaradanla olan bu mənəvi bağı sayəsində azadlıq və məsuliyyət qazanır, onsuz deyil. Ekzistensializm xüsusilə Sartre'ın təqdimatında insanı Allahdan qoparıb mütləq azadlıq xülyası ilə mənəvi boşluğa və ümidsizliyə tərk edir. Bu fəlsəfə müasir dövrdə queer nəzəriyyəsi, ifrat fərdiyyətçilik və feminizm kimi dinin fundamental dəyərlərinə zidd olan cərəyanların ideoloji bazasını təşkil edir. Lakin Ramazan Əl-Buti kimi alimlərin tənqidi göstərir ki, insanın həqiqi azadlığı onun tanrılaşmasında deyil, öz yaradanına təslimiyyətində və fitrətinə qayıtmasındadır. İslam ekzistensializmin müsbət tərəflərini, fərdi məsuliyyəti, iradə azadlığını qəbul edir. Lakin onları mütləq mənada deyil, Allahın mütləq iradəsi və kainatdakı ilahi nizam daxilində mənalandırır. Həqiqi varlıq, insanın mənasız bir kainatda tək başına qalması deyil, sonsuz varlığı olan bağlılığını dərk edərək həm özü ilə, həm də kainatla harmoniya içində yaşamasıdır.